Hər yerdə deyir, dayanacaqlarda qaçırdı ki, Hüseyin məni görməsin. Xoşu gəlmirdi İmam Hüseyndən. Bir adamın İmam Hüseyndən xoşu gəlməz, necə olar? Deyir, imam bilirək ki, onda ləyaqət var. Günahkar da olsa, ürəyindən xəbərdardır. Bir yerdə dayananda deyir, düşərgəsini elə salır şəhərçi. Görün, nə qədər insanlar düşünür ki, Zuhairlə üz-üzə gəlsin. Zuhair deyir, oturub xeyməsində yemək yeyəndə birdən çadırın pərdəsi çəkilir. Bir nəfər dayanır, Əbu Abdullah Hüseyin səni çağırır. Zuhair başını aşağı salır, qəzəbli ifadə ilə. Adam necə əsəbi olar. Deyir, tikəsi əlində qalır, yəni ki, bu nə idi başıma gəldi? Xanımın səsi gəlir ki, Zuhair, utanıb xəzalət çəkmirsən, Fatimə balası. Hüseyin ibn Əli səni çağırır, sən dayanmısan. Deyir, durur, gedir. Daxil olur İmam Hüseynin xeyməsinə. Heç kəs bilmir, nə danışdılar. Deyirlər, 5 dəqiqə, 3 dəqiqə çəkmir, çıxır, amma başqa Zuhair'də artıq. Üzü gülür, sevinə-sevinə çıxır. Gəlir, deyir ki, mən də oldum Kərbəla karvanının üzvü xanımına deyir. Mən getdim dayı. Hüseynin eşqi məni özünə əsir elədi. Mən özümü tapdım, mən kimliyimi tapdım. Xanım, mənə icazə ver gedim. Deyir ki, mən də səndən gedim olar. Deyir, yox, xanım, sən getməsən yaxşıdır. Deyir, icazə vermirsənsə, amma bir şey xahiş edirəm səndən. Qiyamət günü Cəddi Hüseyin sənə şəfaət eləyəndə anası Fatimədən xahiş eləyərsən ki, o da mənim əlimdən tutsun. Çünki sənin bu karvanına qoşulmağıma mən səbəb oldum.